Üstəlik 30 dərəcə temperatura malik olan 1 kub metr havada nisbi rütubət 60% olarsa, havanın doyması üçün çatışmayan mütləq rütubəti müəyyən edin. Nəzərə alın ki, temperatur 1 kub metr havada 30 qram su buxarı saxlaya bilər. Tənasüb qurduğumuz halda 30 qramı 100% götürsək, 1 kub metr havada 30 qram su buxarını 100% götürsək və x-i 60% götürdükdə bu nisbətdə 60%-ə neçə qram su buxarı düşdüyünü tapacaq. Bu zaman 30 vuraq 60, 30 vuraq 60 bölək 100 tapırıq 18 qram. Ancaq bu bizim cavabımız deyil. Burada deyilir ki, havanın doyması üçün çatışmayan mütləq rütubəti müəyyən edin. Bunun üçün yenidən 30 qramdan çıxırıq 18 qramı və tapırıq çatışmayan 12 qram su buxarını. Burada cavab 12 qram olmalı idi.